Bir neçə gündür Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürür və bu vəziyyət qarşıdakı günlərdə də davam edəcək. Sabah paytaxt Bakıda və rayonlarda 25 dərəcə isti olacaq. Bəs payızda hava şəraitinin bu formada keçməsinin hansısa mənfi təsirləri, riskləri varmı? Məsələ ilə bağlı Yeni Sabaha danışan meteoroloq Cavid Hüseynov bildirib ki, payız keçid fəsli sayılır. O qeyd edib ki, payız fəsli sentyabrın 22-sindən dekabrın 21-nədək davam edir. Keçid fəsli olduğundan bu dövrdə havaların bəzi günlərdə yağıntılı, bəzi günlərdə isə günəşli və yağmursuz keçməsi onun təbii iqlim xüsusiyyətlərindəndir. Sentyabr ayının 3-cü 10 günlüyündən etibarən havanın temperaturu aşağı enməyə başlayır, oktyabr və noyabr aylarında isə intensiv eniş davam edir. Oktyabr ayında Abşeron yarımadasında havanın maksimal orta temperatur göstəricisi 20 dərəcə isti, minimal orta temperaturu isə 13 dərəcə isti. Noyabr ayında da maksimal orta temperatur müsbət 17 dərəcə, minimal orta temperaturu isə 12 dərəcə isti səviyyəsində gözlənilir. Ekspert vurğulayıb ki, belə hava şəraiti insanlarda gərginlik yaradır. Temperaturun mövsümü tərəddüdləri və amplitudanın artması dövründə canlı orqanizmlər viruslara qarşı daha həssas olur. Saatlar ərzində baş verən sürətli hava dəyişiklikləri bədənimizə əlavə gərginlik gətirir. Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə isə oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə cənub-şərq küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 metr saniyə təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.